Bizim bugünkü qonağımız fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötkün. Müasir insan kimdir? Müasir insan öz ruhundan ayrı düşmüş, öz ürəyindən, öz həqiqi mahiyyətindən ayrı düşmüş, nətərsə möcüzəli bir şəkildə hələ ölməmiş bir varlıqdır. İnsan elə bir dünyaya gəlib düşüb ki, o mütləq həyatın mənasını axtarmalıdır və tapmalıdır. Əks təqdirdə o öz insani dünyasını yarada bilməyəcək. Allaha inanmaq çox çətin bir şeydir. Mən gec gəldim, çatdım buna. Bu asan bir məsələ deyil. Burada bir məqam var. Sən inanırsan ki, bu dünya boşuna yaradılmayıb. Sizcə bu çətinlikdən qaçmaq ilahi qanundan qaçmaq deyilmi? Bu sivilizasiya dəliliyin təşkil olunmuş, yəni qaydalı bir formasıdır. İnsanı daxili yanma mühərrikinə də oxşada bilərsiniz. Etiraz eləmirəm. Yanacağı Allahdan gəlsin.